Çox insanlar bugün o eləmir. Və özünə deyirlər ki, biz müsəlmanıq. Müsəlman, yəni təslim olan, Allaha təslim olan. Allaha təslim olan mütləq Allahın əmrlərini yerinə yetirməlidir. Yəni, məsələn, səni biri tutsa və sən desən ki, mən sənə təsliməm və ya təslim oldum. Sənə icazəlidir ki, onun sözündən çıxasan. Yox. Desə, məsələn, oturasın. Desə, danışma, danışmayasın. Desə, məsələn, uzanasın. Nə desə edəcəksən, çünki təslimsən ona görə. Və biz deyirik ki, biz müsəlmanıq. Müsəlman yəni təslim olmuşuq. Kimə? Çox əməllərimizə baxanda görürük ki, çox vaxt şeytana təslim olmuşuq. Biz Allaha təslim dildə deyirik. Amma məsələn, məclislər, yemək, içmək xüsusən. Baxsaq, çoxları pivə içirlər, pivən oylarda, içki məclisləri. Yəni, elə necə deyə bilərsən, mən Allaha təslim olmuşum. Müsəlman, yəni təslim olmuşam Allaha. İndi bax, özün də, əlhəmdülillah, ağıl sahibisən, müdriksən, dərrakan var. Özün ayırt eləyə bilərsən, sən təslim olmuşsan Allaha yoxsa yox. Lazım deyil bunu ayırt eləmək üçün alim olmaq, universitet qutarmaq, haradasa təhsil almaq, ehtiyac yoxdur. Elə özün özünə nəfsivə sual versən, biləcəksən. Sən məsələn, bilə bilirsən, itaətkar övladla itaət eləməyən övladın fərqi. Sən bilə bilirsən, xeyrxalq insanla şər insan fərqi. Sən bilə bilirsən, əyri yolla düz yolun fərqi. Bax, inşallah görsən, həyatında onu tətbiq edirsənsə, deməli, sən Allaha təslim olmuşsan. Yox, eləmirsənsə, ola bilər təslimiyyatda naqislik var, çatışmamazlıq var, onu təmin eləmək lazımdır, onu bərpa eləmək lazımdır. Yəni, Allah Teala bil ki, səndən qəbul eləməyəcək ancaq dildə. Və bilirsiniz ki, biz də qəbul eləmirik dildə. Məsələn, bizim övladımız desə ki, bizə, ata, biz səni çox istəyirik və biz valideynimizə desək ki, valideynlərə səni çox istəyirik. Amma məqam gələndə xəstələnsə gedməsək və ya xəstələnsək gəlməsə, deyirik, ola, sən elə ancaq dildə deyirsən. Sən heç əməl göstərmirsən. Bax, indi Allah da səndən soracaq, qiyamət günü. Bax, sən dedin ki, mən sənə Rəbbinəm. Sən dedin ki, mən sənə əmrlər, sənə qadağalar, sənin üçün neymətlər verdim. O, bunları mən sənə verdim. Ne üçün vermişdim? Soruşacaq. Bax, indi cavabı hazırlamaq lazım.